Allah mübarək eləsin. Mübarəkdir, xoşbəxt olun. Xoşbəxt olun. Mübarəkdir. Yaşar əmi, Almaz xala təbrik eləyirəm. Çox sağ ol balam. Sağ ol. Abdullah mənim təbrik eləyirəm. Çox sağ ol. Gün o gün olsun Tural'dan görək. Ay amin inşallah olmaz, amin inşallah. Sənin oğlun yenə yoxdur ortalıqda. Oğlumuz almaz. Yaxşı. Zəng elə gör hardadır. Tez ol zəng elə. Yaxşı deyil. Ananın balaca şahzadəsi. Təbrik eləyirəm. Xoşbəxtiniz. Baba. Bala, haradasan? Mən bir dənə salona dəyəm gəldim. Salon vaxtıdır, qardaşımın nişanıdır. Bildim də qız yığdı ki, bir dənə problem var, onu həll edeyim gəldim. Nə problem? Bilmirəm hələ, özüm də indi gəlmişəm. Yaxşı, biraz tezə. Tezə. Dinirsə məni. Nətər yanını inirsiniz, ha? Dəlidən danışma, gəl. Hə, yaxşı, narahat olma. Çatdıra bilməsəm, Almaz hamın oğluna deyərsən ki, Yaşar müəllimin oğlu dedi ki, çox mübarək, çox xoşbəxt olsunlar. Köpək oğlu. Avarasan ki, avarasan deyirəm də. Nəysə, gələm, davay. Müəllim neyinirsə sizə dedim axı siqnal basmayın, düşün zəhmət olmasa. Müəllim siz də əllə toxunmaq olmaz, xahiş eləyirəm sizdən. Bir dənə zəhmət olmasa 5 dəqiqəli qırağa keçin, müdiriyyətə zəng eləmişəm, indi gəlir. Siz də siqnalı basmayın, xahiş eləyirəm. 5 dəqiqə dayanın, 5-cə dəqiqə, xahiş edirəm. Müəllim, yaxın gələ bilərsiniz. Sən ola düzgün danışmağı öyrən, balaca. Get, müdürün versin. Ağıllı olur. Xahiş edirəm. Zəhmət olmasa bir dənə qırağa keçə bilərsiniz. Artıq dərəcədə sizdən xahiş edirəm. Müəllim, siz də. Xahiş elədim də sizdən, müəllim. Zəhmət olmasa əllə toxunmaq olmaz. Siz mənə eşidirsiniz. Zəhmət olmasa toxunmaq olmaz. Sizdən xahiş etdim axı mən. Zəng eləmişəm, indi müdiriyyət gəlir. Danışacaqsınız indi müdiriyyətlə. Tural, vallah mənlik heç nə yoxdur. Bayaqdan bütün maşınlara minib bir-bir siqnal verirlər. Xahiş elədim ki, düşsün. Başladı məndən kobud danışmağa. Mən neyniyim axı? Salam Melek. Salam qardaş. Qaqaş, gəl bura sən də. Siqnala basma zəhmət olmasın. Sən kimsən ha? Get müdürün gəlsin. Mən buranın müdürüyəm. Buyurun, nə problem var? Lap yaxşı qardaş, gəlmişik maşın almağa. Biz indi maşın siqnalını yoxlaya bilmərik. Yox, belə yoxlaya bilməzsiniz. Mən beləyəm, mən yoxlayıram. Başqa sözün var? Gəl maşından düş bir də. Düş bir də maşından. Ay qardaş, neyniysə? Əlini çık, başın görübsən. Bu nə danışılmamışsın? Mən maksimum səndən normal danışıram. Ha, patron şatına avtosalonu açmısan. Özünü bomba oğlan hesab edirsən. Başa düşdüm sizi. Sizi bura göndəriblər ki, problem çıxardasınız, ha? Hı? Amma məni sizə yaxşı tanıtmayıblar. Bizə heç kəs göndərməyib. Lazım olsa biz göndərik. Qəşəng. Malades. Malades, itə deyirlər. Küçük. Bununla haqdır. Bu nədir?
5 qoşa. Əla. Bu biri. Bu ikisi. Bu üçü. Baba bu da 4'ü. Dört bir görek. Dört çağır. Bir, iki, üç. Aha. Ve dört. Aha. Çox sağ olsun olmaz. Sağ olsun. Əla, pənciyə. Maşallah. Qızımızın adı kimi özü də mələk. Mənim gəlinim elə belə olmalıydı. Necə olmalıydı ki? Hı? Solmaz xanım, sizin qızınız var? Yox. Mənim uşağım yoxdur. Amma bacım balaları mənim balalarımdır. Elədir. Allah xoşbəxt eləsin hamısını. Amin. Tural gəlmədi, hə? Tural? Yox. Əlbəttə gələcək. Sadəcə onun biraz işləri olur. Ona görə ləngir yəqin. Yaşar çətin canını qutara. Atam udmamış əl çəkən deyil. Bizim kişinin də canında az yoxdur. Çox sevir nerede oynamağı. Evdə də onlar heç kim oynamır deyə yəqin bundan sonra sizə tez-tez gəlib gedər. Atam bizə gəlmir. Qardaşım gildə qalır. Amma indi bura gəlməyə bəhanəsi var. Rəfiqədir. Hə, Rəfiqə. Niyə ağlayırsan ay qız? Ne danışırsan sən? Yaxşı, dayan görüm, dayan. Yaxşı. Yaxşı, sakitləş. Sakitləş, yavaş-yavaş danış görüm nə olub. Lap başdan danış. Bax, Marsa bir dənə qoşa lazımdır. Baba. Bu nədir? Bu da qoşa. Bu nə oldu? 2 taz. Nətərdir? Koşalıysan. Hikmət dayı, mənim qoşalayan yaşımdır. Bir de oynayaq. Bəsdir. Allah qoysa dəvət eləyəcəm Hikmət dayı. Gələrsən bizə bir dənə qəşəng oyun mən sağ boşdur. Ha? İnşallah. Çay gətirim. Hə buzum, mən istəyirəm, zəhmət olmasın, gətir. Başqa kimsə istəyir? Mənə də zəhmət olmasın. Nətər getdi oyun? Koşalıysan. Yox. Qəti. Hikmət dayı, mən qoşalamıram. İnşallah gələrəm. Gəl, mütləq gözləyəcəm, mütləq. Rəfiqə zəng eləmişdi. Bilirsən necə ağlayırdı. Niyə? Təzəli ilə öyrənib ki, ərinin başqa qadından qızı var imiş. Mantıqlı. Nə deyir? Yerə soxum onun boyunu. Cavan ailədir. Ay yox. Nə cavan ailə. Kişinin düz 55 yaşı var. Utanmır. Heç gözləməz mən Atıq müəllim. Yəqin ailəsinə dəyər verən adam deyil. Abdullah qardaş, elə deyil. Siz onu tanımısınız. Tanısanız belə deməzsiniz. O ailəsində çox mehriban adamdır. Mehriban olmayıb. Deməli mehribanlığı oynayıb. Yəqin ki. Kim idi? Ha? Zəng eləyən kim idi ki? İşdən deyil. Cavab verirdin də bəlkə vacibdir. Əşində vacib olacaq. Cavab ver də. Alo. Görüşməliyik. Sabit, mən sənə neçə dəfə demişəm ki, iş bitdi, mənə narahat eləmə, yığma mənə. Yaşar, nə danışırsan sən? Mən heç də başa düşmürəm. Sabahları gələrsən işdə danışarıq. Vəssalam oldu.
Sözünə sələfə deyərlər. Yaxşı, sakit ol. Dəhşətləri. Hı. İndi başqa nə verməyim? Dəli olub ya. Hə, deməli, gələrsiz Allah qoysa aramızda 2 tas. Düzdür? Düz. Tamam qaldı. Bu kimdir görəsən? Tanımadığım nömrədə. Tanım, vermə mənə. Özüm cavab verərəm, yaxşı sakit ol. Alo. Bəli, Almaz xanımdır. Nə deyir ki? Nə vaxt? Kimdir? Yaxşı. Başa düşdüm. Hə, əlbəttə anladım. Polis bölməsindəndir. Dal tutublar. Bu uşaq düzəlmədi də. Almaz, yaxşı da sonra. Sonra. Elə sənin soralarındır da. Deyir, sənin tərbiyəndir. Görərdiyik. Bəs də qutarsan canım. Düz deyirəm ama. Nişanım idi mənim. Hər şeyin bir əhdi var da. Sən səsini kəs hə. Nədir? Düz demirik bəlkə. Mən bilirəm. O bilə-bilə edib hamısını. Hə, boş danışma. Ay gəlməməyə bir qırağa. Götürüb qanqarasını salır. Hə, səsini bitirib sal səni. Yaxşı. Uşağın üstüne qışqırma. Sakit olun. Ayıp diyor valla. Polis bölməsindəyik. Və Abdullah mənim hər şeyi həll eləyər. Yağbur olduq qudaların yanında. Yaxşı ki polis işçisi deyir. Yoxsa görürsən sən neyin yerdin hə? Heç yaxşı olmadı kızım. Yo, bilirəm. Atan gəlsin biləcəyik. Mama ne olur papa gələndə o yumuşaldarsan da xahiş ederim. Nə deyim? Ne bileyim denən ki hadisə də olub. Tahirli heç nə yoxdur. Güya atanın xasiyyətini tanımırsan, Tanıyıram. İndi gəlib deyəcək ki buna ailədir. Yaxşı, narahat olma. Çalışarım, sakitləşdirim. Hayır ne olur mama xahiş edirəm. Özün də bilirsən ki Tahir tamam başqa cürdür. Qardaşına oxşamır. Hə, Tahir. Mədəni, sakit uşaqdır. Yaxşı olar, neyse yaxşı olar. Gedim Tahirə zəng elim görüm. Yo, sən gələmə. Atan yanında olar. Mesaj yaz. Sır. Şükür. Gəldi. Nə tər əsəbləşirəm Eman. Yaxşı evdə danışacağıq. Necə adamsan ha sən? Bura yeri deyil, yaxşı. Abdullah qardaş, gərək 100 lira hesab eləyəsiniz də, sizə də əziyyət vermiş.
Heç nə olmaz. Abdullah qardaş sala bağışlayın da. Həm də təşəkkür edirəm sizə. Mənlik bir şey yoxdursa, mən gedim. Hara gedirsiniz? Mən apararam sizi. Gəlin. Lazım deyil. Abdullah dayı sal özünü sen. Yaxşı almaz. Mən gedim. Dayan görüm sən hara gedirsən? Yox, yox. Mən gedib sabah gələrəm. Yaxşı. Yaxşı. Xala qurban varsın. Səbirli ol. Düzəlmədin də, sən düzəlmədin. Narahat olma xala, hər şey kontrolum altındadır. Yaxşı, sağ ol. Nə baxsan ha? Nə olub? Sen gel. Gel evde danışarıq. Səncə bu qız bir oğluma başa sal ki, mənlik bir şey yoxdur. Mənim əsəblərimlə oynamaz. Eşitmirsən? Yaxşı. Gəl görüm. Gedək evə. Ne deyirlər ki? Aha. O necə? Necə ya? Ba deyirəm ha, mənim adım olmasın. Ha. Ha da ha. Ha, nə lazımdır köməklik eləyəcəm. Ha, yaxşı, yaxşı. Ha, xəbər eləyəsən. Davır. Bir dənə şey tapşırdım, onu da kimi yerinə yetirə bilməm. Mama ilə danışdım, dedi gəlirik. Gözün aydın. Şükür yaxşı qutardıq. Qardaşın yenə vurdu da aləm bir-birinə. Elə niyə deyirsən? Bənətər deyim. Görmədin cəmadın nişanını elədi qoydu ora. Hələ bilmək olmaz nə məsələdir. Qoy gəlsinlər, onda biləcəyik. Sən də deyəsən atan kimi başlamısan onun tərəfini tutmağa ya. Mən heç kimin tərəfini tutmuram. Nəsə görmürəm tərəfini saxlayırsan onu. Get, yaxşı get. Get, başım ağrıyır, biraz uzanım burada. Burada yatırsan, yatmaq səsi ged evə də. Keçim evə, sonra bunlar gələndə bir də geyinim düşüm aşağı. Yaxşı kimə, yaxşı. Kəmran. Sən bir söz demək istəyirəm. Hayda. Ha, nə deyirsən? Kəmran. Hələ sözümü de də. Dünən xala ilə danışdım. Hə, deyir. Xala deyir ki... Hada nədir sənin xalan? Xala deyir ki, ola bilsin uşağın olmamağı kişidə nəsə problem var. Analiz vermək lazımdır. Söylə, Allahım olsun, duraram ayağa, səni burada inək balasını tapdalayan kimi tapdalayaram ha. Niyə istərsən? Mən bismən də demirəm ki, kişilərdə də olur da nəsə bir problem. Burada deyir kişilərdə olur ha problemi. Dur ayağa, dur cənnəm ol burada. Dur ayağa demirəm sənə. Dur cənnəm ol. Kişilərdə problem olur. Problem sənin başındadır. Doğu bilmir ki, hər düşür mənim üstümə ya. Of. Sən o can qoymuyublar məndə ye.
Abdullah ne oldu? Meleği çağır bura. Papa mənə çağırmışdın. Geç otur. Nəsə demək istəmirsən? Nişan günümüzdə belə bir problem yaradan ailə sən evlənəndən sonra nələr edəcək heç təsəvvür edə bilirsən? Papa, bilirəm, amma valla Tahir qardaşı kimi deyil. Mələk. Tahir pis ya yaxşı oğlandı, məsələ bunda deyil. Bilirsən nədədir? Məsələ ailə münasibətindədir. Mən ilk gündən səni o ailəyə vermək istəmirdim. Nə olsun ki, imkanlı ailədir. İmkanlı ailə o demək deyil ki, problemləri yoxdur. Papa, bilirəm. Tahir mən ailəsi haqqında hər şey danışıb. O deyir ki, biz evlənəndən sonra ayrı qalacağıq. Bilmək olmaz. Hələ evlənəndən sonra Tahir necə olacaq? Düz deyirsən Abdullah. Belə baxanda heç kimi tanımaq olmur. Amma Tahir tanıdığımız qədər çox sakit, mədən uşaqdır. Qardaşına heç oxşamır. Bax, sən dəfələrlə onunla söhbət eləmirsən, bir dəfə də olsun nə sənə, nə mənə, nə qızımıza qarşı heç bir hörmətsizlik eləməyib. İnşallah bundan sonra da eləməz. İndi bir hadisədir də, oldu. Gərək olmayaydı belə bir gündə. Nə eləmək olar? Gəl qızımızın xoşbəxtliyinə mane olmayaq. Elə bilirsən ki, mən qızımızın xoşbəxtliyini istəmirəm? Yəni demək istəyirəm ki, Məsələni uzatmaq istəmirəm. Mən hisslərimdə heç vaxt yanılmıram. Amma ümid edirəm ki, bu dəfə yanılaram. Qızım Mələk xoşbəxt olar. Get otağa. Tahir! Oğlum qurban olum, yaxşı. Yalvarıram, Eşeğin elədiyinə bax. Az sən necə adamsan, necə adamsan? Bir amr yaratmamızı. Birincisi səs tonunu aşağı elə. Niyə? İkincisi də kəndə bir abr oldun, hə? Uşaq düz deyir də. Sən özünü apara bilmirsən. Ha elə deyil də, elə deyil. Mənə məsələni danışıblar, mən bilirəm. Qurban olum Yaşar, bəsdir. Yalvarıram səni, bəsdir, nə olar. Sən hər söhbətdə onun tərəfini saxlayırsan. Ha mən eşimin tərəfini saxlamıram. Saxlamıram. Neysə. Ev yox. Neysə. Mənə sözü yoxdursa mən gəlirəm otağıma. Hara gedirsən sən? Hara gedirsən ha? Sən necə rahat adamsan? Mənim nişanım idi, bu gün mənim nişanıma. Gözüm aydın nişanımı, neyini? Cəhənnəmə neyini? Nə çığırırsan ha? Nə o qardaşımdır? Mən buna böyle izlada heç nə verməmişəm. Yəqin ki, bundan sonra da görmərəm. Buna bax, Ha, bir dəqiqə ağzı burnu partladacam, ağıllı ol, məndən Patlat normal da. danış. Yaxşı. Sən necə patlat? Normal danış məndən deyirəm sana. Heç olmasa üzr istə. Nə üzr istəyim, Nə üzr istəyim? Kimdən üzr istəyim? Mən xoş idi get bölmədə oturmaq, hə? Sənə xoş olmasaydı elə qələtlər eləməzdin. Mama! Nə mama? Ya mama, nə mama? Ya, bu böyük adamdır. Vardan üzr istəyəcək adamdan. Bir dəqiqə sən nə qızırsan ha? Aslan bırak, elini çək. Beynimi xarab elini çək ha. Elini çək. Elini çək. Çək! Yalvarıram sənə dur. Amma qalqı. Eşitmisən məni? Yalvarıram oğlum. Yalvarıram. Elisi mi qalmışdı? Yaxşı. Yaxşı, ev yox. Qardaşım, nə olub ki? Çəkil qabağımdan, hə? Aparın onu otaqlara. Qurban sakin. Tural demirəm, eşitmisən məni? Nə istəyirsən məndən? Hara getsənə? Mən yer taparam getməyə. Gəl evə. Heç arada gedib eləmirsən, gəl. Papa, Hı. bölmədə gördün də sən.
Mənlik bir şey var idi orada. Hadi bilirəm də yoxdur. Hə, yoxdur onda denən də orada Ha, da. imkan verirsən deyil. İmkan verirsən. Ha? Əsəbləşib cumursan üstünə. Görmürsən onu? Bəsdir də sən canım bəs. Elə bir arvaddır, düşüb ana bala üstümə mənim əsəblərimlə oynayırlar bu. Hə, buna bax. Hadi yaxşı da uşaqdır, baş qoşma. İndi neynəsin? Nişanı yarımçıq qaldı. Ona görə pis olub da. Hayda, sən də olan dediyin deyirsən ey Allah haqqı. Of, abi oğlum mənlik bir şey var idi burada. Mən nə edə bilərdim başqa, ha? Deyə bilərsən mənə. Hə, zalım oğlu zalım. Görürsən ki, problem var. Polisə zəng elə də. İndi mən hər şeyə görə polisə yığım, ha? Hər xırda şeyə görə polisə yığmalıyam mən. Hə, sənin o xırda dediyin şey indi görürsən nətər böyüyür? Oh. Bir də onu bilirəm ki, onları ora kimsə göndərmişdi. Kim? İndi bilmirəm kim, amma neysə. Əsas odur ki, sən bilirsən də ki, mənlik bir şey yoxdur, ha? Hadi bildim də, bildim. Ha? Öyle de götürəndə sən düz eləmsən də. Hayda, bax. Əsəb gülüşü gəlir mənə. Ha, bunu orada demən də, indi niyə deyirsən ki bunu? Hə, imkan verdin ki, deyim köpək oğlu. Ha? Deyirdim də. Cumdun qardaşının üstünə. Canın uçu sağ söz deyirəm ha. Qardaşını döyməyin üstündə bir günlər səni bax polis bölməsinə aparacaqlar. Bax deyirəm bil. Birincisi. Atamı söymə. Bu heç. İkincisi də ki, elə o döyləsi deyil o arvad sifət. Mən nə bilmə, hələ də başa düşə bilmirəm. Hələ də başa düşə bilmirəm ki, sənin kimi kişidən onun necə olub. Ay, sən dil başa düşürsən ya. Gəl içəri. Mən mama ilə danışaram, başa salanım ki, sənin heç bir günahın yox. Gəl ola, gəl. Nə görə? Gəl demirəm ha. Yaxşı da 5 dəqiqə hava alım gəldim də, get də. Neyirsə demə. Sən böyüksən. Baş qoşma. Hər halda mən varam da, düzdürmü? Nəyin düz, nəyin səhv olduğunu mən bilirəm. Gec qalma. Baş. Yaxşı? Köpək oldu ki, köpək oldu. Bu olmadı ki sən ki. Dedim atamı sevmədi ha. Tez gəl ha. Hara getdi o? İçəri gedib eləmədi. Havasını dəyişib gəlir. Olmur Allah haqqı belə olmur. Sən onun tərəfini saxlayırsan, onun dedi, ayağı yer alır. Almaz. Nə almaz? Almaz. Düz demirəm? Vallahi düz demirsən. Mən sənə orada da dedim ki, gedək evə, mən evdə deyim niyə belə olub. Niyə belə olub? Görəsən niyə belə olub? Bilirsən niyə belə olub? Həmişəki halı da Turalın. Ona görə belə olub. Elə deyil. Doğrudan da bu dəfə yazığın heç bir günahı yoxdur. Avtosalona 2 nəfər gəlib, dava salıb. Bu yazıqda özünü saxlayamayıb. Nə qarşı? Neynəsin? Hə? Bunun üçün polis var, zəng eləyirlər, şikayət eləyirlər. Dağ başında yaşamırıq ki, gərək mütləq dava dalaş salsın. Sənin canın qutar da, bəsdir. Böyütmə bu məsələ. Elə böyüdüləsi məsələdir. Hər dəfə biabır oluruq. Biabır olur. Niyə biabır olursan, Nişan idi, elədik, yüzüyü də taxdıq, gərək çıxıb gələrdik. Ay sağ ol, çıxıb gələydik. Amma Yaşar müəllim nərd gördü. Çak-çuk, çak-çuk. Hamı da yadından çıxdı. Yaxşı, qulaq as gör nə deyirəm. Deyirəm bəlkə qonaqçı ara. Kimi? Abdullah gəlib. Hə. Əslində yaxşı fikirdir. Amma qoy heç olmasa 2-3 gün keçsin də. Elə olsa güya nə dəyişəcək? Sabahlan mən zəng eləyib. Dəvət edib. Turala da tapşırım, gəlsin üzr haqlı yönəsin. Allah bu məsələ böyüdüləsi məsələdir. Xeyr, elə bu məsələ böyüdüləsi məsələdir. Amma qonaqlıq söhbətini düz deyirsən. Heç olmasa münasibətləri biraz yumuşaldarıq da.
Sabahınız xeyir. Sabahın xeyir oğlum. Sabahın xeyir. Atıyorum. Sabahın xeyir. Hələ kinli adamsan ha sən. Biz qardaşıq ya. Bu nətər adamdır? Bu kimə oxşadı bu? Siz kinli dörsüz. Bu kimə oxşadı belə? Oğlum, sən hələ də bizə heç nə demək istəmirsən, hə? Almaz. Nədir, düz demirəm? Baba bir dəqiqə gözdən narahat olma. Düz deyir, düz deyir. Mən sizə nəsə demək istəyirəm. Mən söz verirəm ki, bundan sonra bir də heç kimin nişanında polis bölməsinə düşməyəcəm. Hı? Rahatlaşdınız indi? Polis verməsinə düşməyəcəksən. Gəlib hansına zibilə düşəcəksən də. Sakit ol sən. Çörəyi ye. Nə var, sən söz verərlər, onda danışarıq. Yaxşı, yaxşı. Bu arada təbrik edirəm sizi. Nəhayət ki, normal qudavuz oldu. Nə oldu? Hı? Əsəbləşdin deyəsən. Yaxşı, yaxşı. Yaxşı, sakit ol. Az danış, yeməyini ye. Sevinlən məni də rəfiqə gil apararsan. Mən yaparım. Bəs kim aparsın? De. Ailəmizin şoförü. Nə baxsan? Şoförsən də. Nə keçmişin şoförü. Niyə xətt edər? Yo, Kamran mənlə gedəcək. İşimiz var bir yerine. Heç nə. De. Tahir, sevimli oğlum. Tahir nişanlısı ilə görüşməyə gedəcək. Hə, mənim şahzadəm? Hə. Yekə oğlansan. Adam mamasının nişanlısına dəyişər. Hə? Nə deyirsən sən? Yaxşı. Hara gedirsən? Hə, yekə kişisən. Ha, bu nə qız bir uşaqdır. Bu Gəl otur, yeməyini ye. Nə dedi? Buna küstü getdi. Oğlum, sən özünü idarə edə bilmirsən də, hə? Niyə, nə dedim ki mən? Hı? Zarfa deyiləm də. Sana da nə dedim Kamran? Yox, mən şey işitməm o. Nəysə. Hı. Nəysə. Mən aparıram. Sənə qalan mən olacam. Yalandan belə oğlun nazını çəkirsən. Dəqiqə baxışdım. Alo. Tural salam. Salam. Atan yığıram telefonlarıma cavab vermir. Nə lazımdır? Mən mütləq atamla görüşməliyəm. Mümkündür. Tural vacibdir. Sözün var mədinə? Mən avtosalondayım. Orada nə işin? Atanla götür gəl bura. Nəysə gözlə orada. Heç yerə getmə, gəl. Papa bir dənə gəl də bura. Hə, al. Könül yığmışdı. O sen bir. Ben iş salondayım. Akılda götüreceğim onu. Bu kızınızı belirliyor ha. Yeni. Yaşlı. Git görüş. Belki puluzlar lazım bana. Kubereyim istesen. Ha, ver. Bak üstünde. Şu arkadaş. Kim ne oluyor? Oluyor. Ama Hə, neyse ben
Getdim, işim çıxdı. Sən özün uşaqlardan gedərsən. Əs getdim mən də o. Ne oldu görürsən? Siz yiyin baxım görüm ne oldu orada. Yaşar. Hə. Ne olur? Peşin işte ne olmadı? Hiçbir şey. Sen zəng elədin Abdullaya? Yok. Şimdi birazdan zengin yerim. Birazdan nerede? Vaxtında zəng elə qoy cəmaat işini bilsin. Götür götür. Götür zəng elə. Bəli. Sabahı xeyir qardaş. Sabahın xeyir. Abdullah müəllim, deməli dünənləri bir balaca xoşa gəlməz hadisələr oldu. Mən istəyirəm bu günləri bizdə yaxşı bir oturaq. Heç nə olmaz. Oldu keçdi. Gələrik nə vaxtsa. Gəlin büyüne solaq da, büyüne solaq oturalım. Baxarıq. Baxarığa qoyma da qardaş. Baxarığa qoyma. Xahiş eləyirəm, Məlikə bacım da, Mələk qızımız da götür bu günləri gəlin bizə bir yaxşı bir süfrəcə oturaq. Birazdan deyərəm. Yaxşı, gözləyirəm onda. Oldu, oldu, oldu. Sağ ol. Ne dedi? Deyir, məsləhətləşim evdə. Zəngilik deyər. Yaxşı, yaxşı. Nə deyir? Axşama qonaq çağırır. Gedərik. Bilmirəm. Baxarıq hələ ki. Nətərsən könül? Nədən başlayın heç bilmirəm. Yəni, Toko ilə danışıb, həll eləmişsiniz məsələni. Bir münasibətdir də olub, tutarıb da ayrılmışsınız. Bu boyda vaxtdan sonra nəyə gəldisən? Atalanı. Papan işi çıxdı. Amma narahat olma da. Yəni sənin problemini mən həll edə bilərəm. Buyur. Mən Yaşarı görməliyəm. Olmadı da sən könül. Ağzımda deyirəm ki, nə problemim var de, mən həll edeyim. Özün bilirsən ki, mən Papa, təcili gəldi sağ ol. Danış görüm nə oldu? Sən nə istəmirsən? Papa biraz əsəbləşmişdi. Ne dedi? Deyir narahatam da. Demədim mənlik bir şey yoxdur. Dedim. Hələ mama da dedi. İstəyirsən mən də danışım. Yo, ehtiyac yoxdur. Biraz danışdı, sonra heç nə demədi. Narahat ol. Hər şey yaxşı olacaq.
Evlendikten sonra onsuz da başqa evə köçəcəyik. Birdən maman istəməsə? Yox, elə şey olar. Mama özü deyib də. Deyib ki, evləndikdən sonra başqa evə gedəm. O da bilir ki, Turalla eyni evdə qalmaq təhlükəlidir. Deyirəm, iki qardaş necə fərqlisin. Bir də Sevilə elə tam tuta bilməmişəm. Necədir yəni? Sevil yaxşı qızdır. Tanıdıqca özün də sevəcəksən. Yəqin elə olar. Narahat olma. Hər şey yaxşı olacaq. Sən yanında olanda özümü çox xoşbəxt sevirəm. Mən də. Mən də nə? Mən də xoşbəxt hiss edirəm. Belədir də. Yox. Yaşar müəllim, xoş gəlmisiniz. Salam. Salam. Turalardadır. Tural yuxarıda kabinetdədir. Nədir? Məni təcilliyə çağırmısınız? Biz sənə danışdıq axı könül. Sən çıx. Lap əvvəldən danış. Nə danışım Danışmağa da adam utanır. Hamı bilirmiş məndən başqa. Tək mən bilmirmişəm. Hələ bir 10 yaşında qızı da var. Bəs sən hardan bildin? Bacım dedi. Düzdür, əvvəl boynunu almırdı. Sonra gətirdim şəkilləri tökdüm qabağına. Məcbur oldu, razılaşdı. Yaxşı, bəs indi neyniyəcəksən? Bilmirəm. Heç nə bilmirəm. Ay qız, bilmirəm nədir? Hə? Bilmirəm deyir. Boşan ondan. Qoy görsün dünyanın harasıdır. Bilmirəm. Demək asandır. Boşanım. Mən indi bu yaşımda boşanım. Yaşın nə dəxli var ki? Hə? Sən ondan boşanmasan bilirsən nə olacaq? Onun ayağı biraz da yer alacaq. Dayı, mənim sözüm yoxdur. Allah billah sözüm yoxdur. Bu adam 10 ildən çox səni axmaq yerinə qoyub. Sən də deyirsən ki, bilmirəm neyniyim. Ne olur, heç olmasa biraz qürurun olsun da. Ha? Bəs də almaz. Gör, məni necə əsəbləşdirir. Ay qız, sən ümumiyyətlə məni eşidirsən, hə? Başa düşürsən nə demək istəyirəm? Bu adam səni 10 ildən çox aldadıb, axmaq yerinə qoyub.
Nə olar? Biraz qadın mənliyin olsun da. Mama, elə bir çox düşdün də Rəfiqə xalanın üstünə. Nədir düz demirəm? Ha? Yəni qoy özü qərar versin də. Bilirəm necə qərar verəcək. Yenə bağışlayacaq onu. Elə belə qadınlara görədir də. Kişilər qadınlara xəyanət eləyirlər. Güya bilmirəm. Bağışlayırlar, olur da fikirləşirlər ki, onsuz da qadın məni bağışlayacaq. Qoy bir dənə də xəyanət eləyim. Qoy bir dənə də xəyanət eləyim. Almaz. Bəsdir də. Mənim başıma gələn sənin başına gəlsəydi nə edərdin, hə? Nə edərdin? Əvvəla Yaşar natiq deyil. Heç vaxt mənə xəyanət eləməz. İkincisi də deyim nə edərdim? O dəqiqə boşayardım. Heç fikirləşməzdim də. Qoy görsün dünyanın harasıdır. Amma yenə də deyirəm. Yaşar heç vaxt mənə xəyanət eləməz. Heç vaxt. Almaz. Heç vaxt. Heç vaxt demə. Bu mövzuda deyirəm. Könül. Bu nə deməkdir? Nə demək istəyirsən sən? Məncə mənə baxanda hər şey aydın olur. Biz səndən danışdıq. Hər şeyə son qoyduq axı, düzdürmü? Düzdür. Mən də hər şeyə son qoymuşdum. Ta ki hamilə olduğumu öyrənənə qədər. İndi sən nə demək istəyirsən? Ha? Demək istəyirsən ki, o uşaq məndəndir? Nə danışırsan sən? Mən də səndən soruşuram. Aylar əvvəl hər şey bitdi, qutardı. Düzdürmü? İndi də hamilə halında gəlib mənə deyirsən ki, mənim uşağım olacaq. Uşağımız Yaşar. Uşağım. Ay qız! O uşaq doğulmayacaq, bunu bil. Sən nə demək istəyirsən? Canlı deyil bu. Demək istəyirsən uşağımı götürürüm. 7 aylıqdır Yaşar. Nədir sənin məqsədin, onu de. Uşağına sahib çıx. Niyə indi? Niyə indi gəlib deyirsən? Əslində, mənim də heç sənə demək fikrim yox. Uşağı tək dünyaya gətirəcəm. Amma anam dedi ki, deməlisən. Ay qız, sən nə danışırsan? Belə şey ola bilməz. Nə ola bilməz? Uşaq! Həm də dayan görmə. Mən nə bilim ki, o uşaq məndəndir? Nə? Nədir? Düz dedim, hə? Mən hardan bilim ki, o uşaq mənimdir? Sən necə alçaq birisən? Bu sözü mənə necə deyə bilərsən? Nə danışırsan sən? Çox məntiqli də söz deyirəm mən. Nədir sənin problem? Nə istəyirsən, de. Pula ehtiyacın varsa de verim. Yoxsa kimdənsə hamilə qalıb, gəlib yalandan o uşağı mənə sıram. Yəni, çox mundar adamsan. Hələ də başa düşə bilmirəm ki, mən sənin nəyini sevmişəm. Sən mənim nəyini sevə bilərsən? Pulunu sevmirsən, nə bəs salam. Sənin pulunda, varında, dövlətində. Canım, nə oldu? Nə oldu? Niyə çıxdı? Qoy canın alıb keçsin. Təzə yol tapıblar.
Pula razılaşmadı. Dərdi pul dərdidir də bunun. Güya mən bilmirəm. Belə eləyir ki, bəlkə çox verəm. İndi nə fikirləşsən? Nə fikirləşəyəm? Uşaq mənimdir, vəssalam. Birdən sənin olsa? Belki həyatdır da, indi birdən sənin uşağın olsun. Mən də deyirəm ki, uşaq mənlik deyil. Nə bilim. Yaxşı, mən gedirəm. Birdən zəng eləyərsə, telefonu götür. Eşitdiyim? Yaxşı. Amma sən çox düşdün Rəfiqə xalanın üstünə. Elə bu dəqiqə qadını döyəcəksən. Yaxşı elədim. Görmürsən necə əsəbləşdirdi məni? Adıma deyərlər öz bildiyini eləyəcəksənsə. Day məndən niyə məsləhət alırsan? Əlatsız qalıb da. Cavan ailə olsa yenə deyərəm hə. Baxma 30 il keçmə üstündən. Qızım xəyalətin nə yaşı var, nə başı var, nə dayağı. Dağ boyda günahı var. Bura bax. Nəyər o Kamrandan nəsə şübhəli bir şey görsən, susma ha. Yox, yox, Kamran elə deyil. Yox, yox. Yaxşı yadıma düşdü. Sən Kamrana Solmazın dediyini dedin. Nə? Solmaz deməmişdi, gedib özünü yoxlatdırsın. Hə, gedəcək. Nə vaxt gedəcək? Elə bugünlərdə gedəcək. Öz dedi, Solmazın xəstəxanasına getsin. Ora daha yaxşıdır. Mama dedi başqa yerə gedəcək. Baxma da utanır. Eyb yox qızım, eyb yox. Əsas odur ki, tək getsin. Ne oldu? Ne danışdınız? Ha? Ne oldu daha? Ama danışmaq istəmirəm, sonra danışayıq. Qaşıtmırsan məni. Ne oldu? Ama mən o yana niyə göndərdim? Ne deyir ki? Deyir uşaq məndən deyil. Qələt eləyir. Başında daşdan daşa vurur. Yox bir. Mən özüm ondan danışaram. Mama, heç kimdən heç nə danışma. Bəs siz də alçaltdın məni. Mən səni alçaltdım. Hə, sən məni alçaltdın. Sən məni onun ayağına göndərən elə alçaltdın. Yaxşı, boş-boş danışma. Yox, mən özüm onunla danışaram. Mama, mən sən demirəm, heç kim heç nə danışma. Bəsdir də, qutardı. Cəhənnəm olsun, istəmirəm. Mən bu uşağı tək dünyaya gətirəcəm, tək böyüdəcəm. Dəli sənsən. Hə, dəliyəm. Başın xarab olub sənin. Könül. Aç qapını. Aç qapını deyirəm sənə. Mama qurban, aç qapını Könül. Heç yerə gedən deyirəm. Bax, dayanmışam burada. Heç yerə gedən deyirəm, aç qapını. İndi də hamilə halında gəlin mənə deyirsən ki, mənim uşağım olacaq. Uşağımız yaşar. Uşağım. Ay qız! Mən nə bilim ki, o uşaq məndəndir? Nə? Mən hardan bilim ki, o uşaq mənimdir? Sən çox mundar adamsın. Hələ də başa düşə bilmirəm ki, mən sənin nəyini sevmişəm. Yaşar, bu nədir? Ay qız, telefonda danışmadıq səninlə. Telefonda danışdıq. Telefonda sən öz fikirlərini dedin. Mənim fikirlərim önəmli deyil də sənin üçün, hə? Burada başqa fikir ola bilməz. Vəssalam, bitdi. Bitdi. Bir an idi, yaşadıq, bitdi. Mən neyim sənin üçün? Hə? Ay qız, indi sən niyə mübahisə edirsən?
Nə eləməyimi istəyirsən? Ailəmdən boşanım mən? Bunu istəyirsən? İlk gündən sən bilirsən ki, mən ailəliyəm. Ailəmi də atası da öləm. Yaşar, mən sən ailəndən boşan deyirəm. Ay, nədir bu sənin problemin? De, de. Yaşar, mən səni sevirəm. İlk gündən sənə qarşı hisslərim olub. Amma görürəm ki, sən mənə tək əyləncə gözündən baxmısan. Könül, elə deyil. Bax, sən mənim yanımda olanda mən özümü xoşbaxt hiss eləyirəm. Sənlə vaxt keçirmək, bir yerdə olanda mən çox rahat oluram. Amma başa düş. Mən qorxuram, bu belə gedə bilməz. Bu iş bitməlidir. Mən qorxuram ki, sabahları başqa problem çıxar. Yaşar, mən sənə heç vaxt problem yaratmayacağam. Yox, yox. Məsələ səndə deyil, mən özümdən qorxuram. Axır vaxtlar ailəmə qarşı soyunmuşam. Yoxsa da az-az görüşərik. Yox, yox. Sən götür bileti. Mən heç yana getməyəcəm. Olmadı da səninki. Doğrudan ol bana. Göt orada da 10.000 pul qoymuşam. Nəsə çətinlik olsa xəbər eləyərsən. Mən nəyəm sənin üçün? Qız niyə Pul da verirsən. Az sus, nəyə elə deyirsən ki? Çətinlik çəkməyəsən deyə verirəm mən onu. Səni sevdiyim o qədər peşmanam. Götür o pulu da xərcləyərsən ailəni. Alo. Yaşar, Mələkə zəng eləmişdi. Deyir ki, axşam gələcək. Hə, yaxşı. Nəsə oldu? Səs belə birtərdi. Yox, hər şey qaydasındadır, narahat ol. Yaxşı oldu, yaxşı. Tələdir. Könül. Kızım aç da ne olur aç. Könül aç, mən sənə görə narahatam, aç. Kızım ne olur aç da xahiş edirəm. Könül. Niye böyle eləyirsən? Ya Könül, niye böyle eləyirsən? Səni belə görə bilmirəm, ürəyim ağrıyır. Özün də bilirsən ki, mənim bircə arzum var həyatda, bircə arzum. Səni xoşbəxt görmək və salım da heç nə istəmirəm. Heç nə istəmirəm. Könül. Eşidirsən məni? Mən səni atasız zülümlə böyütmüşəm. Mənim taleyimi yaşama qızım, xahiş edirəm. İndi özündən çox şaha fikirləşməlisən. Heç təsəvvür edə bilmirsən ki, bu nə qədər çətindir. Tək uşaq saxlamaq. Anne, Can, başa düşmürsən ki, adam qəbul eləmək istəmir. qələt eləyir. Niyə eşidirsən? Qələt eləyir. Onun övladıdır. Övladına sahib çıxmağın borcunu eşitdi. Bax, sən özü belə zəif göstərirsən, hamısı sənin üstünə gələcək. Mədəniyyəti qorudu, nə oldu? Sən onun evinə getməliydin, işinə yox. İşinə getdin,
Aldığın cavabı qoy. Neynəməliyəm? Dur ayağa. Qalx ayağa. Bu da gedirsən evlərinə. Nə? Hə. Gedirsən evlərinə, mən də səndən gedirəm, tək qoymayacağam. Mən o sübut eləyəcəm onun kişiliyini, dənsin o elə. Yox, mən heç yana getmirəm, sən də getməyəcəksən. Sən başın xarab olub, hə? Bu sən təhqir eləyib, təhqir eləyib. Sən hələ də başa düşmürsən? Qalx ayağa, sən ömür boyu zülmlə uşağı böyütmək istəyirsən, hə? Əzab-əziyyətlə böyütmək istəyirsən uşağı. Qalx ayağa. Gərək baban da gətirər bizi. Ona dəstə bir oyun borcum qalıbdı. Qardaşım gildədir. Biraz ağrıyırdı. Oo, Allah şəfa versin. Yəni belə ciddi bir şey yoxdur ki? Yo, yaxşıdır şükür. Gələr bir gün inşallah. Mütləq, mütləq. Bax gözləyəcəm ha. Mütləq. Oo, salam aleyküm, salam. Ödəs, xoş gəlmisiniz, xoş gəlmisiniz. Üzrü sayın biraz gecikdim. Yox, süfrə indi açılıb, otur görür. Gəl. Gezdən, icazə ver oturaq. İcazə ver. İki dəfə yerini tutuyor. Deyirəm, mən də gəlmişəm, yəqin. İnşallah ki, bir dəfə bir başqa problem olmaz. İnşallah. Hə? İyi yemişsiniz. Yəqin olmazdı. Demişdi gec gələcəm, amma işini yəqin tez bitir. Oturdu. Dur qapını aç. Bax şu yeməkdən qaldı. Tez. Almış dolu mən açarım, narahat olma. Narahat da. Su sizə. Yox, var. Yox. Biraz mənə. Evet. Çox sağ ol. Parmağımı seçdiniz. Sağ olun. Olmazdı. Yox, yaşaram. Ha, Səni görmək istəyirlər. gün demə görməksən.